Yer kürəsinin ən dərin nöqtəsi haradır dedikdə, hər kəs Mariana çökəkliyini nəzərə alır. Lakin bu, düşündüyünüz kimi deyil. Kola dərin quyusu. Kola dərin quyusu insan əli ilə yer daxilinə qazılan ən dərin quyudur və bu günə qədər də bu rekord olaraq qalmaqdadır. 1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12.226 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin isə diametri 21.5 sm. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır. Bəs niyə? Nə səbəb ola bilərdi ki? 1991-ci ildə burada nə baş verib? Bu quyuda 3000-dən artıq insan fərqli işlərdə işləyib. Burada çalışanların bəzilərinin sözlərinə görə qazıntının durdurulmasına səbəb quyudan gələn əcaib səslər olub. Qazıntının dayandırılmasında digər səbəb isə SSR-nin parçalanması idi. Bəs işçilərin eşitdikləri səslər nə idi dedikdə, arxivdə gizlənmiş belə bir sənəd çıxır ortaya. Sənəddə yazılır, qazıntını 12.226-cı metrdə dayandırdıq. Ona görə ki, quyudan qeyri-adi səslər gəlirdi və qazıcı aparatın bıçaqları əriyirdi. Və beləliklə, orada nə olduğunu, orada nələrin baş verdiyini araşdırmadan quyunun ağzını qapadaraq oranı tərk etdilər. Uzun illər sonra isə 2020-ci ilin yazında Murmansk hakimiyyəti Kola dərin quyusunu turistik məkana çevirmək planlarını açıqlamışdır.